Salam əziz şagirdlərim, xoş gördük hər birinizi. Bugün sizlərlə 2025 test toplumunun adi və ümumi kəsirlər bölməsindən izahatlara baxacağıq. Gəlin, başlayaq. Deməli, birinci bölmədə hələ ki, toplanma, çıxılma, vurulma və bölünməsi. Gəlin, hesablayaq. Bir də deyir ki, 0,3 bölünsün 0,15 çıxılsın. 20-də 13 bölünsün 0,26. İfadəsinin qiymətini tapın. Gəlin, birinci kəsir sadələşdirək. Mən buradan bu vergülləri ləğv eləmək istəyirəm. İstəyirəm vergüllər getsin. Vergülləri ləğv eləmək istəyirəmsə, burada hər tərəfi nəyəsə vura bilərəm. Baxıram ki, ən çox buradadır problem. 2 ədəd var vergüldən sonra. Mən ona görə bunu 100-ə vururam. 100-ə vuranda 0,5-i edir 15. 0,3 100-ə vuranda isə təbii ki, məxrəc vururamsa sürətdə vurmalıyam. Edir 30. 30 15 də mənə verir. İxtisar edəndə 2-də 1-i. Birinci kəsirin cavabı 2-də 1. Çıxılsın. Bölmə. 20-də 13 bölünsün 0,26. Bölünsün 100-də 26. Aha. 20-də 13 bölündə tərsinə çevirib vururam. 26-da 100-ə. Bərabərdir. 100 və 20 ixtisar gedir. 5 qalır. 26-dan 13 ixtisar gedir. 2 qalır. Yəni 5 bölü 2. Buradan cavab alında 5 bölü 2. Aha. Ortaq məxrəc 2. 1-dən 5 çıxanda mənfi 4. Mənfi 4-ü mənfi 2-yə böləndə mənfi 2. Deməli, baxaq 0,3. 30 bölü 15. Mənə verdi 2-ni. 30 bölü 15. 30 yuxarıda qalmışdı, 15 aşağıda. Buradan, deməli, burada 30 yuxarıda qalıb. Mən birinci məxrəc başlamışam hesablamağa. Burada. Deməli, 30 bölü 15 olacaqdır. Belə yox, bu formada. Cavab elədi 2. Onda, burada nə olacaq? 2 çıxılsın 2-də 5. Deməli, 2 çıxılsın 2-də 5. 2-də 5 nə deməkdir? 2,5 deməkdir. 2 çıxılsın 2,5. Bu da eləyir mənfi 0,5. Düzgün cavab B variantı. Getirəm 2-yə. Deməli, 1,2-də 5 bölünsün. Mötərizənin içərisində mənfi 6-da 5 üstə gəl 3-də 2. Birinci təbii ki, mötərizənin içini sadələşdirirəm. Çöl qalsın. 6 və 3-ə ortaq məxrəc 6-dır. Yəni, buranı 6 eləməliyəm. Buranı 6 eləmək üçün nəyə vurmalıyam? 2-yə vurmalıyam. Bu tərəfin, hər tərəfin bunu 2-yə vurmalıyam. Olur 6. Burada oldu mənfi 5. Üzərinə gəl. 2-ni 2-yə vurdum 4. 6-da mənfi 1. İndi 1,2-də 5 çevirirəm düzgün olmayan kəsirə. 1 12, 12 üstə 1, 5, 17. 12-də 17. Bölmə dediyə nə edirəm? Vurma yazıb tərsinə çevirəcəm. 6-da 1 tərsinə çevirəndə mənfi 1-də 6. 12 və 6 ixtisar gedir 2. 2 mənfi 1-ə vuranda mənfi 2. 17-də yuxarıda qaldı. 17 bölü mənfi 2, o da mənə verir mənfi 8,5-i. Doğru cavab Y variantı. Keçirəm 3-ə. 3-də deyir ki, 35,4 vurulsun. 62,4 çıxılsın 49,9. Çıx 12,5 vurulsun 15,4. Aha, demək, hesablayaq. Bərabərdir. Baxaq uşaqlar. 35,4 var burada. Aha, burada da belə bir ifadə var. Mötərizənin içini hesablayaq. Deməli, mötərizənin içini hesablayanda 62,4-dən çıxacam 49,9-u. 14-dən 9 çıxdım 5. Burada 1 qalmışdı. 11-dən 9 çıxdım 2. Burada 5 qalmışdı. 12,5. Aha, 35,4 vurulsun 12,5. Çıxılsın 12,5 vurulsun 15,4. Mötərizənin içi 12,5-lərdə. Baxıram ki, burada da 12,5 var, burada da 12,5 var. Deməli, 12,5-i çıxarda bilərəm mötərizə xaricinə. Buradan çıxardanda burada qalır 35,4, burada da qalır 15,4. Bərabərdir. 12,5 vurulsun. 35,4-dən çıxanda 15,4-ə qalır 20. Bərabər. Bu 20-nin sıfırı bu vergülü ləğv elədi. Buradan oldu 125. 125-i 2-yə vuranda 250. Doğru cavabım 250. Y variantı. Keçirəm 4-ə. 14,7 bölünsün 0,49 bölünsün 12'den bölü yox çıxsın.
Çıxılsın 12,8 bölünsün. 1,23 üstə gəl. 1,17. 0, 1 yadda 3, 4, 2. Düz dedik 10, 0, 3, 4. Bu da 2. 2,4. Bərabərdir. Keçirəm hesablamalarımı. Bax burada 14,7-ni bölməliyəm. 14,7-ni bölməliyəm. 0,49-a. Bir də 12,48-i bölməliyəm 2,4-ə. Burada ortaq nəsə varmı? Deməli, belə baxanda bilinmir. Gəlin hesabla normal hesablayaq. Bu formada. Buradan vergül sürüşdürürəm. Keçdi bura. Bir dənə 0 atıram. Bunu da sürüşdürürəm bura. 1470 bölünsün 49. 147-nin içində 49. 3 dəfə yerləşir. 109-a 27. 7 yazdım. 2 yadda 12. O da 2, 14. Deməli, bir də 0 düşdü. Oldu nə? 30. Deməli, buranın cavabı alındı 30. Bunun cavabı elədi 30. Çıxılsın. İndi bunu hesablayırıq. Buradan vergül sürüşdürürəm bura. Buradan da keçdim bura. 124,8-in içində 24. 124-ün içində 24. 5 dəfə. 5 4-ə 20. 0 yazdım. 2 yadda 120 yəni. Çıxdım qaldı nə? 4. Vergülü 8 gətirirəm də bura vergül atıram. 48-i 24-ə böləndə 2 dəfə. Bu da elədi 48. Oldu cavabım 5,2. Aha, 30-dan da 5,2 çıxanda qalır bizdə yerdə 24,8. Doğru cavab Y variantı. Keçirəm 5-ə. 5-də deyir ki, 5,75 çıxılsın 4,4-də 3. Bölünsün 16,2-də 1. Bölünsün 1,8-də 3. Vurulsun 12. Bərabərdir. Surətdə bax uşaqlar 4-də 3 ilə 0,75 deməkdir. Onda bu da 4,75-dir. 5,75-dən 4,75 çıxanda qalır nə? 1. Keçirəm məxrəci hesablamağa. Bunların hər birini düzgün olmayan kəsrə çevirirəm. 16-nı 2-yə 32 üstə 1, 33. Oldu 2-də 33. Bölməni tərsini edib vurma yazacağım. 1-i 8-ə 8 üstə 3, 8-də 11. Bölmə deyə olur 11-də 8. Bərabər. 33 ilə bu getdi. 3 qaldı. 8 ilə getdi. Burada qaldı 4. 3-ü 4-ə 12. Məxrəcə düşdü 12. Bir də qarşıda 12 var. Burası 12. Bərabər. 12-lər getdi. Qaldı cavab 1. Doğru cavab A variantı. Keçirəm 6-ya. Keçdik 6-cı suala. 5,2 bölünsün 4. Üstə gəl 3 böl 30. Bölünsün məxrəcdə 1 çıxılsın 2-də 1. Baxıram. Yuxarıda 5,2 bölünsün 4. Bu nə eləyir? Bunu sərbəst hesablaya bilərəm. 52-nin içində 4 da elə bil 13 dəfə düşür. 5,2 deyə oldu 1,3 dəfə. Üstə gəl. 3-ü 30-a böləndə 10-da 1 eləyir. Bax 3 böl 30. İxtisar gəlir 3-ə qalır 10-da 1. Bu da 10-da 1 deməkdir. 1-dən 2-də 1 çıxanda nə eləyir? 2-də 1 eləyir. Bərabərdir. 1,3-ün sonunda 1 yəni 1,4. Bölünsün 2-də 1. Yəni vurulsun 2. Bu da eləyir 2,8. O da cavab B variantı. Keçdik 7-yə. Mötərizdə 2,2-də 1-in kvadratı. Vurulsun 15-də 8. Çıxılsın 9-da 7. Bərabərdir. 2,2-də 1 çevirəm düzgün olmayan kəsrə. 2-ni 2-yə 4 üstə 1 5. Oldu 2-də 5. 2-də 5-in kvadratı verir mənə 4-də 25. Bir dəfəmlik yazıram ki 4-də 25. Vurulsun 15-də 8. Bərabər. 8 ilə 4 getdi. Burada qaldı 2. 15 ilə 25 gedəndə burada qalır 5. Burada qalır 3. 5-i 2-yə vuranda 10. Məxrəcdə qaldı 3. Deməli 3-də 10. Çıxılsın nə var idi? Burada 9-da 7 var idi. Bərabərdir. Buranı 9 eləmək üçün nəyə vuracam? 3-ə. 3-ə 9, 13-ə 30. Çıxılsın 9-da 7. Bərabərdir. 9 qalır. 30-dan 7 çıxanda 23. 9-da 23. Onu da düzgün olan kəsrə çevirsəm 2 dəfə düşür. 2,9-da 5. Doğru cavab C variantı. Keçirəm 8-ci suala.
Bunların hər biri mən düzgün olmayan kəsrə çevirə-çevirə yazacağım. 14-ü 8-ə vuranda. Ay yox, ehtiyac yoxdur uşaqlar, bax. Daha asan yolla hesablayacağıq indi. Niyə görə? Çünki baxan kimi mən orada 2 dənə 1,5 gördüm. Siz də görürsünüz yəqin ki. Onda 1,5 çölə çıxarda bilərəm. Bu da qalır 14,8-3. Burada qalır 4,8-3. 14,8-3-dən 4,8-3 çıxanda verir mənə 10-u. 1,5 çevirirəm düzgün olmayan kəsrə. 1-i 5-ə 5, üstə 1 6. Elədir nə? 5-də 6. Vurulsun nə? 10. 10-dan 5 getdi 2. 6-nı 2-yə vuranda 12. Düzgün cavab D variantı. Keçdim 9-a. İlk qiymətini tapıb baxaq. 3-də 1, 5-də 3, 7-də 5. Yəqin ki, burada 9-da 7, 11-də 9 və s. gedir. Burada qalır. Deməli. Burada olub 97-də 95, 2. Burada da olub 99-da 97. Bax, burada hamısı bir-birinə gedir. Bu tip misallar işləmişik biz. Gedir. Burada gedir. Buradan 99 qalır. Buradan da 1 qalır. Olur düzgün cavab 99-da 1. Asan deyil. Keçirik 10-cu suala. 1 çıxılsın 2-də 1. 1 çıxılsın 3-də 1. 1 çıx 4-də 1. 1 çıx 5-də 1. Və 1 çıx 6-da 1. Aha, hesabla deyir. 1-dən 2-də 1 çıxanda uşaqlar. Bu 1-i burada 2 var deyə 2-də 2 yazıram. Rahat olsun. 2-də 2-dən 2-də 1 çıxanda qaldı 2-də 1. Bu 1-in yerinə 3-də 3 yazıram. 3-də 3 elə mənə 1 verir də. 3-də 3-dən 1, 3-də 1 çıxanda qaldı 3-də 2. 4-də 4 yazdım. 4-də 4-dən 4-də 1 çıxanda 4-də 3. Burada 5-də 4. Burada da 6-da 5. Rahat çıxım deyə formada yazdım. Bərabərdir. İxtisarlarımı apardım. Qaldı 6-da 1. Doğru cavab B variantı. Hələ ki, asan suallar gedir. Çox asan gedir suallar hələ ki. Keçdim 11-ci suala. Eyni qaydadadır. Bu 1-in yerinə mən nə yazaram? 5-də 5 yazaram. 5-də 5 onsuz 1-i verir də mənə. Rahat olsun deyə B formada yazıram. Qaldı 5-də 4. Bu formada yazsam 5-də 4 vurulsun. 6-dan 6-da 1 çıxanda 6-da 5. 7-dən 7-də 1 çıxanda 7-də 6. 8-dən 8-də 1 çıxanda 8-də 7. 9-dan 9-da 1 çıxanda 9-da 8. Bərabərdir. İxtisarlarımı aparıram. Qaldı 9-da 4. Birinci və axırıncı. A variantı. Keçdim 12-yə. Sürətdə 1-dən 2-də 1 çıxdım, verdi mənə 2-də 1-i. 1-in üstə 2-də 1 gəldim, verdi mənə 2-də 3-ü. Baxın, eyni qaydada bu 1-in yerinə nə yazaram? 1-in yerinə 2-də 2 yazdım. 2-də 2-nin üstə 2-də 1 gələndə elədi 2-də 3. Rahat hesablansın deyə 1-in yerinə mən ədədləri yazıram. Keçdim. Vurulsun. 1-dən 3-də 1 çıxdım, 3-də 2. 1-in üstə 3-də 1 gəldim, 3-də 4. Vurulsun. 1-dən 4-də 1 çıxdım, 4-də 3. 1-in üstə 4-də 1 gəldim, 4-də 5. Bərabərdir. Böləndə çevirib tərsinə vururam. Deməli, 2-də 1-i vururam nəyə? 3-də 2-yə. Vurulsun. 3-də 2. Vurulsun. Burada 3 qalxır sürətə, 4 məxrəcə. Burada da 4-də 3. Burada da 4 qalxır sürətə, 5 düşür aşağı. Bərabərdir. 2-lər getdi, 3-lər getdi, 4-lər getdi, bu 3-lər getdi. Bir 5 qaldı, bir də 2 qaldı. Oldu 5-də 2. Doğru cavab D variantı. Bu da sadə idi. Geçdik 13-ə. -3,6 bölünsün 0,6. Bax uşaqlar, -3,6 bölünsün 0,6. Mən bunun hər birini 10-a vururam, 10 dəfə artırıram. Bu 36 olsun, bu da 6 olsun. 36-nı 6-ya böləndə 6 edir. Amma qarşıda mənfi var deyə mənfi yazıram bunu. Üstə gəl. 2,4 vurulsun 0,5. Buranın da 6 qaldı. 5, 4-ə girmiş, 0 yazdım. 2 yatdı. 5, 2, 10-a da ki 12. 0, 4-ə 0, 0, 2, 0, 0, 2, 1. 2 dənə ədəd var deyə 2 dənə vergül sürüşdürdüm. Oldu 1,2. -6-ın üstə 1,2 gələndə -4,8. Bu cavab D variantı. Keçdik 14-ə. 0,5, yəni 2-də 1 vurulsun. 8-dən 5-də 2. 8-dən 5-də 2-ni çevirəndə 2 çevirim, çevirim. 8-dən 5-də 2. 8-i 5-ə 40, üstə 2, 42. 5-də 42 verir mənə. Düzdür? 5-də 42. Oldu 5-də 42. Çıxılsın. 2-də
2'də 1. Bölmədə tərsinə çevirir, vururam, olur 5'də 7. Keçirəm məxrəcə. 6,4 üstə gəl. 0,9'u 1,5'e böləndə bunu 9 bölü 15 yaza bilərəm. Hər birini 10 dəfə artırıram, virgülləri sildim. Bu da ixtisar gedində qalır nə? 5'də 3. Hər tərəf 3'ə bölsün. Bu da mənə 5'ə böləndə, 30'u 5'ə böləndə 6 eləyirsə, 3'ü 5'ə böləndə 0,6. Buraya yazdım 0,6. Bərabər. Bax uşaqlar, söhbətdə 2'də 1, 2'də 1 hər ikisində var. Çıxartdım çölə. Burada qaldı 5'də 42. Burada qaldı 5'də 7. Ay, 7. 6,4 0,6'ya böləndə mən hər birini bunu 10 dəfə artırıb bunu 64 bölü 6 kimi götürürəm. 64 bölü 6 bir dənə ixtisar getsin. Hər tərəf 3'ə və 2'yə. Burada qaldı 32, burada qaldı 3. 32 bölü 3. Bərabərdir. Yuxarıda 5'də 42'dən 5'də 7 çıxanda qalır 5'də 35. Düzdür? 5'də 35, yəni 35 bölü 5 o da mənə nə verir? 7 verir. Onda yuxarıda oldu 2, 2'də 1 vurulsun 7, o da 2'də 7 verir. Məxrəcdə də 3'də 32. İndi bunu tərsinə çevirib vurmalıyam. 2'də 7 vurulsun 32'də 3. Bu da mənə verir nə? 64'də 21. Haradasa düz olmadı mı? 64'də 21. Baxaq. Yox, düz getmədi. Amma harada? Yuxarıda 8, 5'ə 40, üstə 2, 42, 5'də 42. Onda 5, 2'də 1 vurulsun, 5'də 42. Aha. Çıxılsın, 2'də 1 vurulsun. 7'də 5 oldu, 5'də 7. Aşağıda birinci bölməni yerinə yetirirəm. 0,9 bölünsün 1,5. Yəni 9 bölü 15. Bunun hər tərəfini 3'ə ixtisar aparanda burada qalır 3, burada qalır 5. 35'ə böləndə 0,6. Ayda burada bölmə yoxdur, uşaqlar üstə gəldi. Deməli, burada üstə gəldi. Sürəti düz yazmışıq, məxrəc səhv hesablamışıq. Məxrəc olur 6,4 üstə 0,6. O da mənə verir 7'ni. Yuxarıdan nə almışdım? Buradan 2'də 7 almışdım da, düzdür. Buradan aldım 7, 2'də 1'ə vuranda 2'də 7. İndi 2'də 7 nə? Böləndə 7'yə tərsinə vurulur 7'də 1'ə. Bərabər 7'lər ixtisar gedir, qalır 2'də 1. Yəni 0,5 o da doğru cavab. D variantı. Kiçik bir diqqətsizlik. 15. 2'də 1 vur 3'də 2. Vur 4'də 3. Vur yəqin ki 5'də 4 formada gedir. Vurulsun 21'də 20. Bax yenə də hamısı ixtisar gedir. Qaldı 1, 21, bir də 1. 21'də 1 A variantı. Keçdik 16'ya. Aşağıdakı kəsrlərdən neçəsi bərabərdir? İxtisar aparıb bərabər eləyə bilərəm. 3'də 1 var. 9'da 4 ixtisar getmir. 27'də 9'u ixtisar apara bilərəm. Nəyə ixtisar aparıram? 3'ə. Burada qalır 9, burada qalır 3. Bir dəqiqə 9'a üzr istəyirəm. 3'də 1. Bu da 1'ə 3'də 1. Sonra 9'a 5 ixtisar getmir. 27'də 18. Bu da gedir nəyə ixtisar? 9'a. Burada qalır 2, burada qalır 3. 3'də 2. Bir də 18'də 6. Bu da ixtisar gedir. 6'ya qalır 3'də 1. Deməli 3 dənə 3'də 1 aldım. 3 kəsir bir-birinə bərabərdir. Doğru cavab Y variantı. Keçdim 17'yə. Ay bir dəqiqə 15 idi bu. Harada səhv elədik? Hə, düzdür, bu 16 idi. 16 idi. İndi mən 17'yi keçirəm, düzdür. Keçirəm 17'yə. Deyir ki 8 vurulsun 0'dan %8. Üstə gəl 0,6 vurulsun 25'də 2. Vurulsun 8 vur 12,5 çıxılsın. 0,6 vurulsun 12,2'də 1. Bərabər. Bir mötərizələri sadələşdirək, gəlin. Sonra hesablayarıq. %8'də düzdür. %8'də 4'ə ixtisar aparanda 25'də 2 eləyir. Bax. 0'dan %8 %8'dir. Bunu da 4'ə ixtisar aparanda qalır 25'də 2. Burada mən bunun yerinə 25'də 2 yaza bilərəm. 25'də 2. Bunda hər ikisində 25'də 2 var da 25'də 2'ni mötərizə xaricdən çıxardıram. Burada qalır 8.
Burada qalır 10'da 6. Yəni 25-də 2 vurulsun. 8,6. 8,6 isə 10'da 86 deməkdir. Bu bir də ixtisar getsə, qalar 5'də 43. Yazıram yerinə bunun 5'də 43. Formada qaldı, vurulsun. Keçirəm digər mötərizəni həll edirəm. 8 vurulsun 12,5, bu da 12,5, bu da 12,5. 12,5 mötərizə xaricdən çıxarda bilərəm. Qalır 8 çıxılsın 0,6. Bərabər 12,5 vurulsun 8'dən 0,6 çıxanda 7,4. Elə bil ki, bizdə nəsə başqa qısa yol ola bilər deyə elə bil buradan. Olsun. 12,5 vurulsun 7,4. Yəni 10'da 12,5 12,2'də 1 deməkdir. 12'nin 2'ye 24, üstə 1 25. Yəni 2'də 25 deməkdir. Vurulsun 7,4 7,4 10'da 74 deməkdir. Bu da ixtisar gedəndə qalır 5'də 37. 5'də 37. Buradan da bunu aldık. Gəlin qoyaq yerinə. 2'də 25 vurulsun 5'də 37. Bərabərdir. 25'lər getdi, 2'lər getdi. Qaldı 5'də 43 vurulsun 5'də 37. 5'i 5'ə 25. 43'ü 37'yə vursam 7, 21, 2 hatta 28, 30, 9, 12. 1, 9, 5, 5. 1591 bölünsün 25. Gel bölək. 159'a 25, 6 dəfə 65, 30. 0, 2, 150. 9'u gətirirəm, yerləşmir 91. 91'də 25, neçə dəfə yerləşir? 3 dəfə. 25'ə 75. 91'dən 75 çıxıram. 16. 16 yerləşmir, burası 0 atıram. Burada da yerləşir 6 dəfə yine. 6, 2, 12, 5, 30, 150. Çıxdım qaldı 10. Bir dənə 0 atıram. Oldu 4. 63'dən %64. Doğru cavab Y variantı. Maraqlı ama biraz vaxt aparan misalıydı. 18. Deyir ki 5'də 1, üstə 7'də 1, üstə 11'də 1, üstə 13'də 1 bərabərdir A olarsa 5'də 4, üstə gəl 7, 6, üstə gəl 11'də 10, üstə gəl 13'də 12 nəyə bərabərdir? Bunu soruşur bizdən. Uşaqlar, mən bunu tərəf-tərəfə toplayaram. Hədd və hədd toplayıram. 5'də 4, üstə 5'də 1 verdi mənə 1'i. 7'də 6, 7'də 1, 1, 10, bunlar 1, bu da 1. Bərabərdir A üstə gəl x-a. Onda buradan x nəyə bərabərdir? 4 burada var. A'dakı hesab tərəfə çıxılsın. Düzgün cavab A variantı. Keçdim 19'a. Deməli 3 bölünsün 0,1 üstə gəl. 0,2 bölü 0,4 üstə çıxılsın. 1,2 bölünsün 0,12. Bərabərdir. Bura məxrəcləri vergüllərdən azad etmək üçün gəlin vuraq bu hədləri. Buranı 10'a vuraram. 10'a vuranda yuxarı 30 edir, aşağı 1. 30'u bilə böləndə 30. Üstə gəl. Burada 100'ə vuraram ki bu 4 olsun. Bunu 100'ə vuranda bu da 20 olur. 24'ə böləndə 5 çıxılsın. Buranı 1000'ə vururam ki bu yox olsun. 3 dənə vergüldən sonra ədəd var. Bu olur 12. Buranı da 1000'ə vuranda eləyir biri bu vergülü aparır. 2'yə düşür arxasına 1200. 1200 də 12'yə böləndə eləyir 100. 35'dən də 100 çıxanda mənfi 65. Doğru cavab C variantı. Keçdik 20'yə. Eyni qaydada. Burada hər tərəfi 1000'ə vururam. Bunu yox eləmək üçün. Bu olur 17. Bu da olur 5100. 5100'ü 17'yə böləndə eləyir cavab 300. Üzərinə gəl. Mən burada 1000 eləyir, burada 30 eləyir. Burada 3 eləyir, burada 30. 33'ə böləndə 10. Üstə gəl 10'da 1'ə böləndə 10. Elədir 300.
11. Bir dəqiqə. Neçənci sualdır bu? 20-ci. Görək. 311 yox. 331 var. Baxaq. Burada hər tərəfi 1000-ə vurdum. 17 elədi. Burada da 5100 elədi. 5100-ü 17-yə böləndə 300. Bu düzdür. Geçdim bura. Burada hər tərəfi vurdum 1000-ə. Burada 30 elədi. Burada 3 elədi. 30-u 3-ə böləndə 10 eləyir. Geçdim bura. Burada hər tərəfi vurdum. Burada 10 eləyir uşaqlar. Onu bilə biləndə 10. 310, 10. O da eləyir 320. Doğru cavab D variantı. Geçdim 21'ə. 0 dövrdə 5, 9'da 5 deməkdir. 9'da 5. Bunu yerine yazdım. Vurusun 10'da 3. Üstə gəl 6'da 5. 10'la 5 ixtisar gitti. Burada 2. 9'dan 3 gitti. Burada 3. 3, 2, 6. Burada 1 kalmış. Yerlərində 1'i 1'ə 1. Üstə gəl 6'da 5. Bu da 6'da 6. Bu da mənə verir 1'i. Doğru cavab C variantı. 22 ilə davam edək. Deməli 22-ci sualda deyir ki bizə 3 tamında 3 vurulsun 1 tam dövrdə 6 çıxılsın 2'də 1 ifadəsinin qiymətini hesablayın. 3 tamında 3 10'da 33 deməkdir. 3 tam 10'da 3 yazıram. 3'ü 10'a vururam 30 üstə 3 gəlirəm 33. 10'da 33. Düzgün mərkəzə çevirdikdə bu alınır. Bu şəkildə yazdım. Vurulsun 1 tam dövrdə 6 1 tam 9'da 6 kimi yazılır çevirəndə. 9'dan 6 ixtisar gedir 3'ə. Burada qalır 1 tam 3'də 2. Düzgün olmayan kəsrə çevirirəm. 1'i 3'ə 3 üstəki 5 3'də 5. Vurulsun 3'də 5. Çıxılsın 2'də 1. Bərabərdir. 3'dən 33 ixtisar gedir. Burada 11 qalır. 10'dan 5 gedir. Burada 2 qalır. Olur 2'də 11. Çıxılsın 2'də 1. Bu da mənə verir 2'də 10'u. O da bərabərdir 5'ə. Düzgün cavab Y variantı. Keçdim 23'ə. 23'də deməli 0,77 vurulsun 6 çıxılsın 1,54 vurulsun 0,5 bölünsün 3,8 çıxılsın 0,25 bərabərdir. İndi burada deməli bax burada mötərizənin üçün həll edilir. Birinci 0,77-ni 2'yə vuranda 1,54 eləyir. 0,77-ni 2'yə vuranda 1,54 eləyir. Ona görə burada mən 0,77-ni çıxarda bilərəm ortaq vuruq kimi. Düzdür. 0,77-ni çıxardanda burada qalır 6. Burada qalır. Bunu 1,54'ü 0,77'ye bölündə 2 eləyir. 2'ni 0,5'ə vurdum 1 elədi. Bölünsün 3,8 çıxılsın 0,25 bərabərdir. 6'dan 1 çıxdım 5. Deməli 0,75'i 5'ə vuracam. Gəlin vuraq. 0,77'ni 5'ə vuracam. 7, 5, 35, 5 yazıram. 3 yadda 7, 5, 35, 3, 38, 3 yadda 5, 0, 0, o da 3. 3,85. Deməli, düz yazdıq. 35, bəli. Keçək indi bunu bölək nəyə? 3,8'ə. Vergüllər sürüşür eyni qədər. 385'in içində 308 bir dəfə. Verdi mənə 308'i. Çıxıram. 7, 77. 77'nin içində 308 yerləşmir. Bura bir 0 atıram. Bir dəqiqə mən kalkulyatordan istifadə edeyim görüm. Bəlkə arası səhv elədim mən. Deməli 385 bölünsün 308. Düzdür 1,25 verəcək mənə. Burada 2 dəfə yerləşdim. 6 1 616. Çıxdım burada qaldı 4 5 1 1540'ın içində də yerləşir 5 dəfə. Doğru cavab 1,25. İndi 1,25'dən 0,25 çıxmalıyam. 1,25 çıxılsın 0,25. Bu da mənə verir 1'i. Doğru cavab C variantı. Keçdik 24'ə. 24'də deyir ki
0,168'in kubu çıxılsın. 0,168 vurulsun. 0,32'nin kvadratı vurulsun. 1,17'də 8 bərabərdir. Aha. Deməli, nə edirəm? Burada hər ikisində 0,168 var. 0,168'i çıxardıram mötərizə xaricinə. Burada qalır 0,168'in kvadratı çıxılsın. 0,32'nin kvadratı. Ay, 32'nin kvadratı. Bunu da çevirəcəm. 1, 17, 17, 8, 25. Elə də 17'də 25. Bərabərdir. Bunu %68 yazsam, bunu %68 yazsam. Bu da ixtisar gedər 2'yə. Qalar 50'də 34. 50'də 34. Bir də ixtisar getsə 25'də 17 qalır. Bu mənə 25'də 17'ni verir. Bu da 17'də 25'dir. Deməli, bunlar ixtisar getdi. Qalır bir dənə bu. 0,168'dən də 0,132'ni çıxanda 8 çıxdım 2, 6. 6 çıxdım 3, 3. 0'dan da 0, 0. 0,36. Doğru cavab A variantı. Keçdik 25'ə. Nə deyir 25'də? Deməli, 25'də deyir ki, 31 tam 3'də 2 çıxılsın 82 tam %62 bölünsün 2,7 vurulsun 2,5 çıxılsın 2,2'də 1 vurulsun 24 bərabərdir. Mötərizənin üçün sadələşdirməyə çalışıram. Burada 31,3'də 2'dir. 31,3'də 2. Aha. 82 birinci bölməni yerinə yetirməliyəm mötərizənin içində. 82 tam %62'ni 2,7'yə bölürəm. Mən kənarda böləcəm kalkulyatorla. Çox vaxt aparmasın video. Hər halda bunu ağac bölmə ilə bölə bilirsiniz. Eləyir 30 tam 10'da 6. 30 tam 31 nöqtə. Yox 31 virgül. 3'də 2 çıxılsın 30 tam 10'da 6'da 30 tam 5'də 3'də. Kəsrə çevirək. Aha. Bunu hesablayaq. Ay. Bunu hesablayaq. 31'dən 30 çıxdım 1. 3 ilə 5 ortaq məxrəc 15. 15'i 3'ə böldüm 5. 2'yə vurdum 10. Çıxılsın 15'i 5'ə böldüm 3. 3'ə vurdum 9. Oldu 1 tam 15'də 1. 1 tam 15'də 1 tam 15'də 1'i çevirirəm düzgün olmayan kəsrə. 1 15 15 üstə 1 16 oldu 15'də 16. Vurulsun 2 tam 5. 2 tam 5 onda 25'dir. Düzdür? 2 tam 5. 2 tam 5'ə bərabərdir. Bunu da düzgün 5'ə xəsarsam 2'də 1 edir. 2'nin 2'yə 4 üstə 1 5. Yəni 2'də 5 deməkdir. Bunu yerinə yazıram 2'də 5. İxtisar gedəndə burada 8 qalır. Burada da 3 qalır. 3'də 8. Aha, 3'də 8 aldım. Çıxılsın. 2 tam 2'də 1. Çevrim kuramı düzgün olmayan kəsri hesablayayım. 2'nin 2'yə 4 üstə 1 5. Yəni 2'də 5. Bunların hər birini 6'ya gətirirəm ortaq. Verdi mənə 6'nı 8, 2, 16, 5, 3'ə 15. Oldu 6'da 1. İndi mənə bir də deyir ki 6'da 1'i vur 24'ə. Çöldə 24 var idi. 24'dən 6 gedir, burada qalır 4. Doğru cavab 4 D variantı. Keçirəm 26'ya. 26-27 tipli misalların qaydası var. Qaydası necədir? Biz misalları həll edəndə birincini götürürük. Bir də axırıncını. Bax buradan. Bu biri götürəcəm. Buradan da 11'i. Bunları bir-birinə vuracağım. 1'i 11'ə vurdum. 11. Surətlərdə toplayıram. Görüm nə istənədir. 1, 2, 3, 4, 5. Oldu 11'də 5. Surətlər toplanır. Məxrəci də birinci axırıncıya vurulur. Oldu 11'də 5 B variantı. Keçirəm 27'yə. 3 vurulur 23'ə. Buradan yazım 27'də. 3'ü vurdum 23'ə 69. Burada da toplayıram 1, 2, 3, 4, 5 dənə. 69'da 5. Doğru cavab B variantı. Keçdim 28'ə. Aha, 28'də nə deyir? 28'də deyir ki 1 bölünsün 1 vur 5. Hə, burada n ilə verib uşaqlar. Bax, burada mən qısa yolları dedim. Amma bunun biraz belə deyək də necə yaranır o yol. Bax, ora gələcəm indi. Çünki bu misallarda n var. Artıq onu kim bilmirəm. Axı mən n neçədir. Ona görə daha qısa şəkildə izah etmək alınmır. Bax, bu tip misalların belə başqa bir yolu budur ki, birinci qiymətdən sonucunu çıxıram. Gəlin bir dənə yazaq. Deməli. Bir də birdən çıxıram. 1 bölünsün 4n plus 1'i vuracam. Bax, neçə artır? 1'dən 5'ə, 5'dən 9'a 4 artır. Vuracam 4'də 1'ə. Bunun qaydası belədir.
burada n-ləndir deyə biz n-i bilmirik, bu şəkildə yazmalıyıq. İndi davam edək. Burada ortaq məxrəc elə 4n minus 1 plus 1'dir. Bura böldüm 4n plus 1 verdi. 1'ə də vurdum 4n plus 1 verdi. Çıxılsın 1, vurulsun 4'də 1. Burada birlər getdi. Qaldı 4n bölünsün 4n plus 1, vurulsun 4'də 1. 4'lər də gedər, qalır n bölünsün 4n plus 1, da hansı C variantındadır. Aydındır, 29'da yazaq bu formada. Aha, eynisidir. Burada da birincidən sonuncunu çıxacam. Yəni 1 bölü 2'dən çıxacam. 1 bölünsün 2n plus 2'ni. Aydındır. Vuracam nəyə? Neçə artır? 2, 2, 2, 4, 4, 6. Vuracam 2'də 1'ə, tərsinə. Bərabərdir. Bunun ortaq məxrəci elə 2 vurulsun. N plus 2'dir. Çünki bunun hər birincisində 2 var. 2n plus 2'ni 2'yə böləndə. 2n plus 2'dən 2'ni ötərdə xaricinə çıxartsam qalır n plus 1. Bunu 2'yə böləndə 2'lər gedir, qalır n plus 1. N plus 1 çıxılsın. 2n plus 2'ni 2n plus 2'yə böləndə 1, 1'ə vuranda 1. Vurulsun 2'də 1. Bərabərdir. Aha. Burada birlər getdi, qaldı sürətdə n. Məxrəcdə də 2'ni çölə çıxartmışam da elə bil. Burada 2, n plus 1 idi. Bir də burada vurulsun 2 var, ona görə 2 yox. Burada 2 olacaq nə? 4. 2 buradan çıxartdım, 2 də buradan gəldi. N bölünsün 4, n plus 1. Elə A variantı. Aydındır. Keçdim 30'a. Deyir ki 30'da, 30'da da hamısı ixtisar gedəcək. 1 çıxılsın 2'də 1. Biz buna aid misal yazdıq axı hardasa öncələrdə. 1 çıxılsın 2'də 1. 2'də 2'dən 2'də 1 çıxanda qalır 2'də 1. 1'in yerinə 3'də 3 yazıram burada. Bax bu 1'in yerinə 3'də 3 yazıram. 3'ü 3'ə böləndə 1 eləyir. 3'də 3'dən 3'də 1 çıxanda qalır 3'də 2. Eyni qaydada 4'də 3 və s. 10'da 9. Burada hamısı ixtisar gedir. Burada var axı nöqtələrin yerində 9 var. Burada ixtisar gedir, qalır 10'da 1. 10'da 1 düzgün cavab. Aha, bu test açıqdır. Amma bunu biz yazmışdıq. Hansı test idi? Tam bir dəqiqə. Bunu biz yazmışdıq. Yox, oxşarın yazmışıq uşaqlar. Oxşarın yazdıq. Keçək 31-ci suala. 31'də deyir ki, n isə tam qiymətində n plus 5 vurulsun n minus 5 üstə gəl 31 bölünsün n ifadəsi tam qiymətlər alır. Tam qiymətlər alır. Gəlin yuxarını sadələşdirək. Bu n kvadratı minus 25'dir də vurub açanda müxtəsər metoduna görə. N kvadratı minus 5'in kvadratıdır. O da n kvadratı minus 25 deməkdir. Üstə gəl 31 var. Bölünsün n. Bərabərdir. N kvadratı 25, 31, 31'dən 25 çıxanda 6. Bölünsün n-ə. İndi hər tərəfi mən n-ə bölürəm. N kvadratını n-ə böləndə belə parçalayıb yazıram. N kvadratını n-ə böləndə qalır n. Çıxılsın 6 bölünsün n. İndi mən burada elə qiymətlər qoymalıyam ki, bu tam qiymətlər alsın. Təbii ki, burada n yerinə qoysam ödənir. Mənə lazım ki, burada kəsr alınmasın. Altının bölündüyü ədədlər olsun. 6 da bölünür 1'ə, 2'ə, 3'ə, 6'ya. Natural demir, tam deyir deyə. Bir də mənfi 1'ə, mənfi 2'ə, mənfi 3'ə, mənfi 6'ya. Bu qiymətlərin hər biri ödənəcək. Deməli, neçə dənə qiymət olacaq onda? 8 dənə qiymət ödəyəcək. Keçək 32'yə. 32'də bayaq yazdığıma bənzəyir. 1 üstə gəl 2'də 1. 1 üstə 2'də 1 gəlirəm. Eləyir 2'də 3. Niyə? Çünki burada 1'in yerinə 2'də 2 yazılıb. 2'də 2'nin üstə 2'də 1 elədi 2'də 3. Vurulsun. 3'də 3'ün üstə 3'də 1 elədi 3'də 4. 4'də 4'ün üstə 4'də 1 elədi 4'də 5. 10'da 10'un üstə 10'da 1 elədi 10'da 11. Bu formada yazdıq getdik. Bizə deyir ki, bu ifadənin qiymətini tap. Bax uşaqlar. Mən nə edirəm? Nəylər ixtisar gedəcək ki? Burada bir də arada nə var? Məsələn, 1-2'sin yazaq aydın olsun. 1 üstə gəl 5'də 1 var. 5'də 6 eləyir. Daha sonra 1 üstə gəl 6'da 1 var. 6'da 7 eləyir. Düzdür. Bu formada gedir. Baxıram ki, nəylər ixtisar gedir? 3 ilə 3 gedir, 4 ilə 4 gedir, 5 ilə 5 gedir, 6 ilə 6 gedəcək, 7 ilə 7.
bu formada. Sonda nə qalacaq? Ən axırda. Deməli, hamısı ixtisar gedir. Qalır sonda 11. 10 da buradakı ilə gedəcək. Qalır buradan 11. Burada qalır 2. 11 bölü 2 verir mənə 5,5'i. Düzgün cavabım 5,5. Burada da 8. Keçdim 33'ə. Aha. A-nın yerinə belə bir ifadə verib. Bir də C-nin yerinə ifadə verib. Mənə deyir ki, AC hasilini tapın. Gəlin sadələşdirək. A-nı birinci sadələşdirək uşaqlar. Bax, bu misal hər il toplularda olur, köhnə misalda, amma biraz digərlərindən fərqlidir. Mən nə edirəm? Bax uşaqlar, mən 1'in kvadratının yerinə heç nə yazmıram. Bu 1'in kvadratı qalır. Amma 2'nin kvadratının yerinə nə yazaram? Bax, 2'nin kvadratı, bir şey yazsam, baxın. Özündən əvvəlki və sonrakini bir-birinə vurub, üzərinə 1 gələrəm. Nə eləyir? 4. 3'ün kvadratının yerinə özündən əvvəlki ilə sonrakini bir-birinə vurub, üzərinə 1 gələrəm. 9. 4'ün kvadratının yerinə özündən əvvəlki ilə sonrakini bir-birinə vurub, üstə 1 gələrəm. Düzdür? Görün nə maraqlıdır? 16. 10'da. Mən burada 1'in kvadratı qalsın yerində. A bərabərdir. Üstə gəl. 2'nin kvadratının yerinə yazıram ki, 1 vurur 3, üstə gəl 1. Üstə gəl. 3'ün kvadratının yerinə yazıram ki, 2 vur 4, üstə gəl 1. Və s. Üstə gəl. 16'nın kvadratının yerinə yazıram ki, 14 vur 16, üstə gəl 1. Çıxılsın, bax, bu 16. Yox, 16'nın kvadratının yerinə 14 vursun 17 yazıram. Mən də deyirəm, nə səhv elədim. Deməli, 14 vursun 17, üstə gəl 1. İndi, daha doğrusu 15 vursun 17 uşaqlar. Üzr istəyirəm, 15 vurulsun 17. Özündən əvvəlki 16'dan əvvəlki 15'dir, sonraki 17'dir də. Aha. Bax, burada neçə dənə ədəd var? 16 dənə ədəd var. Ona görə burada mən yazanda 16 dənə 1 alınmış olacaq. Bu nöqtələrin də yerinə. Bax, 1, 1, 1, 1. 16 dənə 1 alınır. 16 dənə 1 toplayanda verir mənə 16. Sonda da çıxılsın 16 var. Onda bu 16 ilə bu 1'lər getdi. Yuxarıda nə qaldı? Təzdən yazıram. 1 vur 3, üstə gəl 2 vur 4, üstə gəl 3 vur 5 və s. Üstə gəl 15 vur 17. 2 məxrəc də eyni qaydadaydı. Düzdür. Onda bu eyni qiyməti bir-birinə böləndə cavab nə verir mənə? 1 verəcək. Keçirəm, C-ni tapım görüm, C nədir? C-də deyir ki, 1 çıx 2'də 1. Biz bunu az öncə getdik. 1'dən 2'də 1 çıxanda 2'də 1. 1'dən 3'də 1 çıxanda 3'də 2. Çünki 1'in yerinə 3'də 3 yazıram. 1'dən 4'də 1 çıxanda 4'də 3. 1'dən 5'də 1 çıxanda 5'də 4. Vurulsun. İndi 1 üstə 5'də 1 gəlir, verir mənə 5'də 6'nı. 1 üstə 4'də 1 verir mənə 4'də 5'i. 1 üstə 3'də 1, 3'də 4. 1 üstə 2'də 1, 2'də 3. Bərabərdir. 2'lər getdi, 3'lər getdi, 4'lər getdi. 5'lər getdi, 4'lər getdi, 3'lər getdi. Ha, burada qaldı 6. 6, 2, bu da getdi, qaldı 3. Oldu 5'də 3. Aha. Mənə deyir ki, A vur C. 1 oldu, bir də 5'də 3 oldu. 5'də 3 nədir? 35'ə bölündə 0,6. 0,6'nı 1'ə vuranda verir mənə 0,6'nı. Doğru cavabım 0,6. Aha, indi isə keçirik düzgün və düzgün olmayan kəsirlər, sonsuz dövr onluq kəsirlər, adi kəsirin onluq kəsirə çevrilməsi, onluq kəsirin adi kəsirə çevrilməsi. Başlayaq. Deməli, ilk öncə başlayıram 1'dən. Deyir ki, 0'dan 66, 6, 6, 6 gedir. Sonsuz dövr onluq kəsirini adi kəsirə çevirin. Çevirirəm 0, 6, 6, 6. O deməkdir ki, burada 6 nə edir? Dövr eləyir. 6 dövr eləyəndə bu çevirirəm düzgün olmayan kəsirə. Çevirmək üçün mötərizənin içindəki qədər məxrəcə 9 yazıram. Mötərizənin içində bir dənə ədəd var deyə bir dənə 9 yazıram. Sürətə isə mötərizənin içindəki ədədi yazıram. Yəni 6-nı. Oldu 9'da 6. Bu da 3'ə ixtisar edildi. Qalır 3'də 2. Doğru cavab A variantı.
Keçdim 2-yə. M-in hansı natural qiymətlərində 5 bölü M kəsiri düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir olmaq üçün məxrəc sürətdən kiçik olmalıdır. Bunda 1, 2, 3, 4 olsa, deməli nə olar? Düzgün olmayan kəsir olar. Bir də 5 özü də təbii ki, sürət məxrəcə bərabər olsa. Deməli 1, 2, 3, 4, 5 doğru cavab B variantı. 3 eynidir. Keçdim 4-ə. Deyir ki, A-nın hansı natural qiymətlərində 7A plus 6 bölü 20 kəsir düzgün kəsir olar. Düzgün kəsir nə idi? Düzgün kəsir olar ki, sürət məxrəcdən kiçik olsun. Yəni 7A plus 6 kiçikdir 20-dən. Həll eləsəm 7A kiçikdir 6 keçir 20-dən çıxır 14-dən. A da kiçikdir 2-dən. 2-dən kiçik ədədlər 1. Yalnız 1 qiymətində. Demək, keçdim 5-ə. B ən kiçik sadə ədəddirsə, ən kiçik sadə ədəd nədir? 2. Çünki 1 nə sadə ədədlə mürəkkəb, 2 də yeganə üst ədəddir ki, sadədir. 2 yeganə B budur. Deməli, onda B-nin yerinə yazırım. Avtomatik mən burada 2 yazırım. 2 bölünsün 5 minus A ifadəsinin düzgün kəsr olması üçün A hansı tam ədədə hansı şərti ödəməlidir? Baxıram, düzgün olması üçün 5 minus A 2-dən nə olmalıdır? Kiçik olmalıdır. O zaman A bu tərəfə keçir, 2 bu tərəfə keçir, 5-dən 2 çıxıram, 3. Ay, burada A keçir. A böyük olur 3-dən. Doğru cavab B variantı. 6. Kəsirlərin hansı sonlu onluq kəsr şəklində göstərilə bilməz? Bax, birinci bunun qaydasını deyək. Sonlu onluq. Bunu qısa yolunu deyirəm sizə. Onluq deyəndə biz onun vuruqları nədir? 2 vur 5-dir. Mən sənə burada bu misalda istifadə eləməyə yalnız 2 və 5 verirəm. İstəyirsən n qədər 2 götür, nə qədər 5 götür və yaxud da tək ikisindən götür, birindən götür, fərq eləməz. Yalnız mən sənə istifadə eləməyə 2 və 5 verirəm ki, burada verilən məxrəcləri 2 və 5 vuruqlarından istifadə eləməklə ala biləsən. Gəlin baxaq 16. 16-nı yazaram ki, 2 vur 2, vur 2, vur 2 alındı. Deməli, bu sonlu onluq şəklində göstərilə bilər. Keçdim 50-yə. 50-ni yazaram ki, 25 vurulsun 2, 25-də yazaram ki, 5 vur 5, vur 2. Bu da göstərilə bilər. Keçdim 64-ə. 64 bilir ki, 2-nin üstü 6-dır. 6 dənə 2-ni bir-birinə oranında 64 edir. Keçdim 40-a. 48 vur 5 yazsam, 8-in də yerinə 2 vur 2, vur 2, vur 5 yazsam, bu da alındı. 36 isə yazaram ki, nə yazırsınız yazın, vuruqlar sonda yenə eyni şey alınır. 6 vur 6, 6-lar da 3 vur 2 kimi parçalayıram. Bura nə əlavə olundu? 3 əlavə olundu. Deməli, 3 olmazdı. Mən demişdim axı. Deməli, 36-da 5-i sonlu onluq kəsr şəklində göstərə bilməyəcəyik. Aha, keçirəm 7-yə. 7-də deyir ki, mənə 7-də deyir ki, 2 minus 3 bölü 5 adi kəsirin düzgün kəsir olması üçün n-in ala biləcək. Düzgün kəsir olması üçün nə olmalıdır dedik? Bayaq 2 minus 3 5-dən kiçik olmalıdır. Onda 2-in kiçikdir 8-dən, n də kiçikdir 4-dən. Deyir ki, qiymətlərin, natural qiymətlərin cəmini tap. 1, 2, 3-dür, 4-dən kiçik qiymətlər. Bunların da cəmi mənə verir 6-nı. Doğru cavab D variantı. 8-də deyir ki, hansı sonlu onluq kəsr şəklində göstərilə bilər? Onda bax, burada 12-ni 4 vur 3 yazıram. 3 vuruqda daxil oldu, olmaz. 36 da bayağı dedik də, 3 var vuruqda, olmaz. 32. 32 amma 2-nin üstü 5-dir. Yalnız 2-dən istifadə eləməklə ala bilirəm. Deməli, 32-də 9 olar. C variantı. 9-cu sualda 15-də 7 kəsirini sonsuz dövr onluq kəsir şəklində göstərin. Aha, 7-ni bölürəm 15-ə. 0, 70, 70-də 15, 4 dəfə. 4-də 15, 60. 0 qaldı 10, 0 attım 100. 100-də neçə dəfə? 6 dəfə. Deməli, 90 qaldı 10. Deməli, neyinir? 6-lar dövr edir. Deməli, 0,4 dövrdə 6. Düzgün cavab B variantı. 10-cu sualda deyir ki, A-nın yerinə hansı rəqəmlər yazdıqda düzgün olmayan kəsir alınır? Düzgün olmayan kəsir olmaq üçün sürət məxrəcə bərabər olmalıdır, ya da böyük olmalıdır. 7, 8, 9 qoysam ya bərabər olacaq, ya da böyük olacaq. Düzgün kəsir deyirsə, sürət məxrəcdən kiçik olmalıdır. Burada 3-dən kiçik rəqəmlər olmalıdır. Onda 3-dən kiçik hansı rəqəm ola bilər? 0, 1, 2, Y variantı. Keçdim 12-ci suala.
Dedim axı mötərizənin içindəki qədər 9 əlavə edirəm. Çöldəki qədər 0 əlavə edirəm. Burada bütöv ədəddən 12153-dən çöldəkini çıxacam. Üstə gəl, eyni qaydanı tətbiq edirəm. 3 dənə 9, 2 dənə 0. Burada da bütöv ədəddən çöldəkini çıxıram. Bərabərdir. Məxrəc ikisində də eynidir, yazım olduğu kimi. Bir məxrəcə gətirirəm artıq. Aha, 53-dən 12 çıxanda 3-dən 2 çıxdım 1, 5-dən 1 çıxdım 4, 121. Üstə gəl. Burada da 87-dən çıxdım, qaldı 846, 00. Yox, mən səhv dedim. 846, 87-dən. Mən nəysə səhv getdim burada. Hə, bunu səhv yazmışam, bax. Görürsən. Bütöv ədədim 87, 846-dır. Bundan çıxacam 87-ni. 87, 846. Çıxılsın 87. 16-dan 7, 9, 13-dən 8, 5, 7, 87. Deməli, qalandı 87.759. Bərabərdir. Məxrəc olduğu kimi qalır. Sürət toplu elə 1 9, 10, 0 yazdım 1 yadda. 5 4, 9, o da 1, 10, 0 yazdım 1 yadda. 7 üstə 1, 8, o da 1, 9. 7 üstə 2, 9, 8 üstə 1, 9. Bu da eləyir mənə 1. Doğru cavab D variantı. 13 bundan eynidir, özünüz yazarsınız. Keçdik 14-ə. Ünün hansı natural qiymətində bu düzgün kəsirdir. Düzgün kəsir olmaq üçün sürət məxrəcdən kiçik olmalıdır. Aha, onda 2 tərəfə keçirdəndə ən kiçik 4-dən. 4-dən kiçik ədədlər 1, 2, 3, 4. Düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir olanda nə olur? B plus 3 böyükdür, bərabərdir 2B-dən olur. Onda bu tərəfə keçsəm B. B 3-dən kiçik bərabər, 3-dən kiçik bərabər 1, 2, 3. D variantı. Aha, 16 ilə davam edirik. Deməli, 16-da demək. Keçirik 16-ya. Deyir ki, 16-da. Hansı bərabərlik doğru deyil? Nədir bu? Dövrə 10 kəsirlərin adi kəsirə çevrilməsi. Gəlin baxaq. Birincidə 0,81-dir. Bunu çevirəndə 99-da 81. İxtisar apara bilərəm. İxtisar aparsam necə olacaq? Nəyə ixtisar gedər? 9-a. Burada 9-a ixtisar gedəndə qalır 11. Burada 9, 11'e 9. Amma burada 45'te 37 alınıb. Deməli, bu variant doğru deyil. Keçdim 17'yə. 17 eynisidir. Özünüz yazacaqsınız. 18'də deyir ki, m-in neçə natural qiymətində bu kəsir natural ədəddir. M kvadratı plus 5m plus 6. Biz ta ki natural ədədlərdən bu tipli misallar görürük. Nə edirik? Burada hər tərəfi m-ə bölməliyik, yəni parçalayırıq. M kvadratını m-ə böləndə, yəni bu formada yazırıq. Üstə gəl 5m bölünsün m, üstə gəl 6 böl m. Bərabərdir. M kvadratını m-ə böləndə qalır, ixtisar gedəndə qalır m. Üstə gəl 5m-i m-ə böləndə qalır 5. Üstə gəl 6 bölünsün m formasında qalır. İndi m plus 5 natural ədəddir, amma 6 bölünsün m necə natural olar? 6 bölünsün m-in natural olması üçün 6-nın bölündüyü ədədlər olmalıdır. 6 hansı ədədlərə bölünür? 1-ə, 2-ə, 3-ə, 6-ya. Deməli, 4 qiymətində 4 dənə qiymət aldıqda bu ifadə natural qiymət almış olacaq. 19 eynisidir, özünüz yazacaqsınız. Keçək 20-yə. 20-də nə deyir? Bir dəqiqə. 20'də deyir ki, məxrəci 16 olan düzgün kəsirlərin hissəsinin sonunda onluq kəsr şəklini göstərmək olar. Bax, bu formada uşaqlar nə edirik? 16'nı ayıran vuruqlarına. 2, 8, 2, 4, 2, 2, 1. Məxrəci 16 olan düzgün kəsirlərdən neçəsini sonlu onluq kəsr şəklində göstərmək olar. Onluq o idi ki, biz onun vuruqlarından istifadə edirdik. Onun vuruqları nə idi? 2 və 5 idi. 16'nın vuruqlarının içindən bizə lazım olan 2 və 5'lərdir ki, burada 2'lər var. Həmin 2'ləri götürürük. 2 vur 2, vur 2,
vur 2 eləyir nə? 16. İndi düzgün kəsirlərdən bax, ən məxrəci 16 olan ən böyük kəsir nə ola bilər? 16-da 15 ola bilər. Yəni artıq bir dənəsi olmayacaq. Orada 16 dənə olmayacaq, 15 dənə olacaq. Ona görə 1 çıxıran cavabdan qalır 15. Düzgün cavabım olacaq neçə? 15. 21 də eyni qaydada keçirəm 22-yə. 22-də. Deməli 2 bölünsün 0, deməli çevirək bir-bir yazaq. Deməli 2 bölünsün 9-da 3 olur bu. Bax, bunları çevirirəm uşaqlar. 9-da 3 vurulsun 9-da 4. Üstə gəl. 2 bölünsün 9-da 4 vurulsun 9-da 5. Üstə gəl. 2 bölünsün 9-da 5 vurulsun 9-da 6. İfadəsinin qiymətini hesablayın. Deməli nə edirəm? Bax, bərabərdir. Bu 9'lar qalxır yuxarı, düzdür. 9'lar yuxarı qalxanda olacaq yuxarıda 2 vurulsun, tərsinə çevrilib vurdur da. Biz bilirik ki, bu kəsir bu bölmə deməkdir. 2-ni 9'a 3'ə bölmək, 2-ni 3'də 9'a vurmaq deməkdir. Onda da 9 qalxır yuxarı. 2 vur 9, 9. Aşağıda da qalır 3 vur 4. Üstə gəl. Eyni qaydada burada 9'lar qalxır yuxarı. 2 vur 9, vur 9. Aşağıda qalır 4 vur 5. Üstə gəl. Burada da 5 vur 6, 5 ilə 6 qaldı məxrəcdə. 2 vur 9, vur 9, qalxdı yuxarı. Bərabərdir. Aha, deməli, nə edə bilərəm? Deməli, yuxarıda hamısı nədir? 2 vur 9, vur 9 eyni ədəddir hamısında. Mən bunları mötərizə xaricinə çıxara bilərəm uşaqlar. Eynidir hamısında var yəni. Çıxartdım. O zaman nə qalır? Burada qalır 1 bölünsün 3 vur 4. Üstə gəl 1 bölünsün 4 vur 5. Üstə gəl 1 bölünsün 5 vur 6. Biz bunun da qaydasını keçmişdik sizlə. Bu qalsın çöldə. Bundan işim yoxdur. Bunun da qaydasını necə keçmişdik? Demişdik, sürəti toplayırıq. 1, 1, 1. Elədir 3. Məxrəcdən də birincini axırıncıya vururam. 3-ü 6-ya vurdum. Nə elədir? 18. Bərabərdir. Deməli, 2-ni 9'a vuranda nə eləyir? 2-ni 9'a vuranda 18. Burada da 18 var. Bunun ilə bu getdi. 9 vur 3 qaldı nə qədər? 27. Deməli, doğru cavab 27. Y variantı. Nisbətən sadələşdirib həll elədik. Keçdik 23-ə. 23-də bizə deyir ki, n-in natural qiymətində 3n-9 bölünsün n plus 1 kəsirinin n plus 1 kəsirinin qiyməti natural ədəddir. Deməli, n-in neçə natural qiymətində bu kəsirin qiyməti nədir? Natural ədəddir. Nə edə bilərəm? Bax, yuxarıda uşaqlar sadələşdirmə apara bilərəm. Yuxarıda sadələşdirmə aparsam nə edəcəm? Deməli, 3'ü çıxartsam mötərizə xaricinə nə qalacaq? 3'ü çıxartsam mötərizə xaricinə. Yox, 3'ü mötərizə xaricinə çıxartsam n-3 qalacaq. Ona görə başqa cür sadələşdirmə düşünürəm. Başqa cür necə sadələşdirə bilərəm? Bax, burada surətə bir 3 əlavə edərəm, 3 çıxaram. Deyəcəm niyə? Çünki mən istəyirəm ki, məxrəci ixtisar edeyim də, bax. Bərabərdir. İndi, burada nə edə bilərəm? Buradan n plus 1'i ala bilərəm. N plus 1'i neçə alıram? Buradan 3'ü çıxarda bilərəm. Mənə lazım ki, bu n plus 1'i alım da, yəni sadələşdirim. Surətdən 3'ü çıxaracam mötərizə xaricinə. Buradan ikisindən, bu ikisindən. Qalır n plus 1. Çıxılsın nə? 3, 9, mənfi 3, mənfi 9 edir 12. Bölünsün n plus 1. İndi parçalaya bilərəm. Bax, az öncə yazdığa. Hansı misal idi? Bax, bu. Bir parçaladığa burada. İndi o formaya gətirdim. Məxrəc m deyil, yəni biraz n plus 1 ifadə formasındadır, amma heç bir şey dəyişmir. Yenə eyni qaydanı tətbiq edirik. İndi mən bunu bax bu formada, bax elə ki bu formada ortadan parçalayıram. Bunu da bölürəm n plus 1'ə. Bunu da bölürəm n plus 1'ə. Aydındır, bərabərdir. 3n plus 1 bölünsün n plus 1 və bərabər yox, çıxma. Bir dəqiqə. Çıxılsın. 12 bölünsün n plus 1. Aydındır, bərabərdir. Burada n plus 1'lər getdi. Mənə də lazımdır ki, bax belə sadələşdirim də. Qaldı buradan nə? 3. Çıxılsın, 12 bölünsün n plus 1. Aha, indi 12 hansı ədədlərə bölünür uşaqlar? Bizdə deyir ki, neçə natural qiymətlə natural ədəddir? 12 hansı ədədlərə bölünür? 12 bölünür 1'ə, 2'ə, 3'ə, 4'ə, 6'ya, 12'yə. Aha. Deməli, n neçə natural qiymətində? Burada n, bax, bir dənə diqqət edin ki, n plus 1 bu qiyməti almalıdır. N plus 1 bu qiymətləri almalıdır. Onda burada n-in yerinə neçə qoysam, bax, n plus 1 olmalıdır. Bu 1.
n plus 1 2 olmalıdır ki 12 bölünsün də bunlara. N plus 1 3 olmalı. N plus 1 3 olmalıdır. N plus 1 4. N plus 1 6. N plus 1 də 12. Bax, burada hamısını alacaq, amma burada n nə olmalıdır? 0 olmalı ki, 0 üstə 1 alınsın. Bizə deyir ki, natural qiymətində 0 natural deyil. Axı, ona görə bunu çıxırıq. Digər qalan 5 dənəsini alır. Onda oldu neçə qiymətində? 5 qiymətində. Bir dəqiqə. 5 qiymətində. 1, 2, 3. Cavabda nə var? 3 çıxılsın da uşaqlar. 3 çıxılsın var qarşıda. Bax, diqqətli olaq. 3 çıxılsın var qarşıda. 3 çıxılsın deyəndə biri atdıq, bildiyinə görə atırıq. Bax, burada n plus 1 2 almaq üçün n nə olmalıdır? 1 olmalıdır. N plus 1 2-yə bərabərdirsə, n bərabər nəyə? 1-ə. n 1 olmalı. 1 üstə 1 2. 12-ni 2-yə böləndə elə də 6. 3-dən 6 çıxanda mənfi 1-ə də deyilir. Ona görə bu ödəmədir. Keçdik bura. N üstə gəl 1 3-ə bərabərdirsə, n buradan 2-yə bərabərdir. 2 üstə gəl 1 3, 12-ni 3-ə böləndə 4, 3-dən 4 çıxanda mənfi elədir. Bu da olmadı. Onda digər qiymətlər artıq ödəyir. Deməli, neçə qiymətlə? Məsələn, bax, bu ödəyəcək. N plus 1 4 isə n də 3-dür. 3 üstə 1 4, 12-ni 4-ə böləndə 3, 3-dən 3 çıxanda 0. Olmadı bu. Bizə deyir ki, natural olsun. Bu da olmadı. Aydındır. Bunu da çıxdıq. Onda hansı qaldı? Yalnız 6 ilə 12 qaldı. Yoxlayaq alınır. 6 olmaq üçün bura 5 olmalıdır. 5 üstə 1 6. 12-ni 6-ya böldüm 2. 3-dən 2 çıxanda 1. Burada da nə olmalıdır? 11 olmalıdır. N 11 üstə 1 12 eləsin. Gətirdim bura qoydum 11 üstə 1 12. 12-ni 2-yə böldüm 1. 3-dən 1 çıxanda 2. Deməli 2 qiymətində. Doğru cavab 2. Deməli burada cavabımız oldu 2. Keçirik 24-ə. 24-ü yazaq uşaqlar. 24-də deyir ki, B kiçikdir bərabərdir 4 olarsa, A, B bölünsün BA. Bunlar 2 rəqəmli ədəddir. Şəklində olan neçə düzgün kəsir var. Bax, deyir ki, BA-dan, B 4-dən kiçik bərabərdir. Yuxarını açaq. Yuxarı nədir? 10A üstə gəl, B-dir. Məxrəc isə 10B üstə gəl A-dır. Düzgün kəsir olsun deyə, o yuxarı düzgün kəsir nədir? Surət məxrəcdən kiçik olmalıdır. 10A üstə gəl, B kiçikdir 10B plus 4-dən. 10B plus 4-dən kiçik olmalıdır. Gəlin sadələşdirək, keçirdək. 4 nədir? A-dan üzr istəyirəm. Onda keçirib sağ-sol eləsək, 10A çıxılsın A, kiçikdir 10B çıxılsın B-dən. 9A kiçikdir 9B-dən. Buradan da belə çıxır ki, A kiçikdir B-dən. Mən belə bir şərt tapdım ki, A kiçikdir B-dən. Və mənə də deyir ki, B 4-dən kiçik bərabərdir. B 4-dən kiçik bərabərdirsə, A da nədir? 1, 2, 3 olar da. A da 1, 2, 3 olar. Əgər B 4 olsa, bax, hələ bilmirəm. B 4 deyil, B 4-dən kiçik bərabərdir. B 4 olsa, A 1, 2, 3 olacaq. B 3 olanda A 1, 2 olacaq. B 2 olanda A 1 olacaq. B 1 olanda A olmur. Yəni qiymət 0 ala bilməz də. Niyə görə? Çünki 2 rəqəmli ədəddir. Burada 0-la başlayan ola bilməz. 2 rəqəmli ədəd. Deməli, mənə deyir ki, neçə düzgün kəsir var. Neçə düzgün kəsir var. Baxıram deməli. Burada neçə mümkün hal var idi. A-nın neçə qiyməti var? 1, 2, 3, 4, 5, 6. 6 mümkün hal var. Deməli, 6 düzgün kəsir var. Keçdim 7-yə, üzr istəyirəm 25-ə. Keçdi 25-ə. Deməli, 25-də deyir ki, məxrəci 115 olan neçə ixtisar olunan düzgün kəsir var. Məxrəci 115 olan. Deməli, nə edirəm uşaqlar? Məxrəc 115, biz bayaq buna uyğun yazdıq. 115-i, yox, bayaq bizdə sonlu onluq kəsir kimi dedi. Burada isə nə deməkdir? Biz bunu natural ədədlər dərsində keçmişdik. Deyirdik ki, 115, məsələn 115-dir rəqəm, 115-dən kiçik, 115 ilə qarşılığı sadə olan neçə ədəd var? Neyinirdik? Bunun qaydası nə idi? 115-i ayırırdım vuruqlarına. 115-i ayırırdım vuruqlarına. Baxın, mən yazdıqsan yadınıza düşəcək. 115-i ayırırdım vuruqlarına. Nəyə bölünür? 5-ə bölünür də, 3-ə bölünmədi. Yox, 5-ə bölünür. 5-ə bölünəndə burada 2, burada 3, 23, 23 də 23-ə bölünür 1. Sonra yadınızda yazırdıq ki, 5 vurur 23, mötərizdə vuruqları çıxırdığı 1 bölünsün. 5-də 1, digər vuruqumda yazırdım 1 çıxılsın 23-də 1. Da burada 5-dən neçə dənə olur olsun fərq eləmir. Bir dənəsini yazırdım burada. Bir dəfə istifadə edirdim.
Aha. O nə deməkdir? Natural ədədlərdə bunu qayda olaraq keçmişik ki, birdən bunu oraya xırdalayaq. Natural ədədlərdə bunu qayda kimi keçmişik ki, 115-dən kiçik olan, 115 ilə qarşılıqlı sadə olan neçə ədəd var? Onda da bu qaydadan istifadə edirdim. İndi adi onluq kəsir dərsində deyir ki, məxrəci 115 olan neçə ixtisar olunan düzgün kəsir var. Bax uşaqlar, biz ixtisar olunmayanlar tapırıq hal-hazırda. İxtisar olunmayanlar tapıb məxrəci 115 olan neçə düzgün kəsir var? 114 dənə var da, düzdür? Ən axırıncısı 115-də 114-dür. 114 dənə kəsir var. Biz ixtisar olunmayanları tapıb çıxsaq 114-dən, ixtisar olunanları alacağıq. O deməkdir ki, ixtisar olunmayan nə vaxt kəsir ixtisar olunmur? Sürətlə məxrəc nə vaxt ixtisar getmir? Bunların ortaq böləni olmasa, ortaq böləni olmayan ədədlərə biz nə deyirik? Qarşılıqlı sadə ədədlər deyirik. Ona görə eyni qaydadır, hər ikisinə tətbiq olunur. Davam edək. 5 vur 23, 1-dən 5-də 1 çıxanda 5-də 4, 1-dən 23-də 1 çıxanda 23-də 22. Aha, 5-lər getdi, 23-lər getdi. 4-ü 22-yə vuranda 88. Deməli, 88 dənəsi nə idi? 88 dənəsi ixtisar olunmayandı. Məndən ixtisar olunanı soruşur. Onda mən 114-dən çıxacam nəyi? 88-i. 14 çıx 8, 6, 10 çıx 8, 2, 26. Deməli, 26 dənə nə var? İxtisar olunan düzgün kəsir var. Onda düzgün cavab 26 dənə ixtisar olunan düzgün kəsir var. 25 də bundan, yox, 25 yazım, 26 bundandır. Özünüz yazacaqsınız, keçdi 27-yə. Deməli, deyir ki, 27-də x, y qarşılıqlı sadə ədədləri üçün x, y qarşılıqlı sadə, yəni ortaq bölənləri yoxdur. X böl y bərabərdir. Bərabərdir. 0, 2, 6. Olarsa x, y hasilini tapın. Deməli, x, y qarşılıqlı sadə ədədləri üçün 0, 2, 6. Bunu çevirək birinci, yəni sadələşdirək. X, y bərabərdir. 9 yazılır, bir dənə 0 yazılır. 26-dan da 2 çıxırıq, 24 qayda ilə. Bu da ixtisar getsə uşaqlar nə qalır? Nəyə ixtisar gedir? 6-ya. Burada qalır 4, burada qalır 15. Deməli, x böl y bərabərdir 4 böl 15-ə. Bizə deyir ki, qarşılıqlı sadə ədədlər üçün budur. Elə burada x 4-lü y 15-də, çünki qarşılıqlı sadə ədəd yaxı 4-dən 15. Onda hasil nə eləyəcək? Məndən hasilini istəyir də burada. Ona görə hasil deyir 60. Doğru cavab 60. Aha, keçək 28-ə. 28-də deyir ki, məxrəci 5280 olan düzgün kəsirlərdən neçəsinin sonlu onluq kəsir şəklində göstərmək olar. Az öncə bundan yazdıq. Ayırırıq qruplarına. 5, 2, 12, 6, 4, 0. Böldüm 2'ye. 13, 20. Böldüm 2'ye. 660. Böldüm 2'ye. Buradan devam ettirelim. 330. Böldüm 2'ye. 150, 15'e 165. 3'e bölünür 55, 5'e bölünür 11, 11. Bizə 2 və 5 vuruq lazımdır. Niyə görə? Az öncə dedik onu ki, sonlu onluq danışır. Onlu vuruqları 2 və 5'dir. Biz 2 və 5'ləri götürürük buradan. Deməli 2 və 5'ləri götürsəm 2, 2, 2, 2, 2, 5. Bunlar götürürəm. Yazıram 2 vur 2, vur 2, vur 2, vur 2, vur 5. Bərabər. 32 vur 5, 160. Deməli, bir də çıxırdıq. Çünki demişdik ki, 5280-də 5279-dur da axırıncısı. Ona görə düzgün kəsir deyir deyə bir də birini çıxırıq. Aha. Doğru cavab olur 159. Keçdik. 29 bundandır. Özünüz yazacaqsınız. Keçdim 30-a. Deyir, elin neçə tam qiymətində? Aha, yazaq, bayaq yazmışdıq. 3n kvadratı üstə gəl. 3n kvadratı üstə gəl. 5-in çıxılsın 12, bölünsün n. Hər tərəfi n-ə bölürəm. 3n kvadratı böl n, üstə gəl 5n böl n, çıxılsın 12 böl n. Burada tam qiymətində tam deyir. Ona görə burada biz mənfilərdən sıralayacağıq. 3n kvadrat n-ə böləndə 3n, üstə gəl 5n n-ə böləndə 5, çıxılsın 12 böl n. Hansı ədədlərə bölünür 12? Hansı ədədlərə bölünür? 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, 12-yə. Həmçində mənfi 1-ə, mənfi 2, mənfi 3, mənfi 4, mənfi 6, mənfi 12. Deməli, bu qiymətlərə bölünür. Ondan neçə qiymət eləyir burada? 6 dənə müsbəti, 6 dənə mənfisi, 12 qiymət. Daha heç nə çıxmıram. Çünki zaten məndən deyir ki, tam ədəd olsun. Demək, natural demir deyə mən bütün qiymətlərimi götürürəm. Keçdik 31-ə.
31-də deyir ki, A və B rəqəmləri üçün 0 tam B, A bərabərdir 9-da 4 olarsa 9B plus A-nı tapın. Bunu sadələşdirək. Bu nədir uşaqlar? Bir dənə buna görə 9 yazıram. Buna görə 0 yazıram. Surətdə də bütövdən BA-dan çöldəkini çıxıram. Bərabər 9-da 4-ə. İndi buranın hər tərəfini ona vurum ki, bununla bərabərləşdirim də. Bu iki rəqəmlə də doldu. Biraz sadələşdirim. Gəlin bunu iki rəqəmlə ədəd kimi açım. Mənə gəl ki, onda daha sadə gedəcək. Yuxarını iki rəqəmlə ədəd kimi açanda olur 15 üstə gəl A çıx B böl 90 bərabərdir 4 böl 9. 10B'dən B çıxdım 9B üstə gəl A böl 90 bərabərdir 9'da 4'ə. Burada A'dır. Aha. Neyə bilərəm? Deməli. Mən niyə özümü çəkdim? Elə 9B üstə gəl A-nı soruşur uşaqlar. 9 ilə 90 xısa getdi 10. 10 da 4'ə vuranda 40. 9B üstə gəl A bərabərdir 40-a. Ay, nə gözəl. Elə bizdən 9B üstə gəl A-nı soruşurdu. Ona görə də doğru cavabım 40. Başqa ifadəyə ehtiyac yoxdur. Keçdik 32-yə. 32-də deyir ki, 1 bölünsün 0 tam 4'ə A. Üstə gəl 1 bölünsün 0 tam 0 A. Üstə gəl 1 bölünsün 0 tam 0 0 A. Cəminin qiyməti 333-ə bərabər olarsa, bərabərdir 333. A rəqəmini tapın. Necə sadələşdirirəm? Gəlin 1 bölünsün 9'da A'dır da bu. Üstə gəl 1 bölünsün 90'da A. Üstə gəl 1 bölünsün 900'də A. Bərabərdir 333'ə. Qalxır 9'lar 90'lar 900'lər yuxarı. 9 böl A. Üstə gəl 90 böl A. Üstə gəl 900 böl A. Böləndə tərsinə qalxır axı yuxarı ona görə. Hamısı ortaq məxrəc A. 999 bərabərdir 333 bölünsün 1 yazıram ki, sadələşsin sizin üçün. 333 ilə 333 böl 1 eyni şey deməkdir də 1 edir zaten. 333 edir zaten. Buradan ixtisar gedir bunlar. Burada qalıb 3 dəfə. Onda A nəyə bərabərdir? 3'ə. Vəsiyo. A rəqəmini istəyirdi məndən oldu 3. Keçirəm 33'ə. 33'də deyir ki, verilmiş kəsirlər üçün uyğunluğu müəyyən edin. Aha. Deməli, 1'də 7A3 Gəl buraya yazım. 1, 2, 3 Buradan yazacaq. Bölünsün 772 Düzgün kəsirdir. A nə qiymətlər alana düzgün kəsirdir? A burada, A burada alar nə? 7'ni ala bilməz. 7'dən kiçik qiymətlər. 6, 5, 4, 3, 2, 1, 0. Ən kiçik qiymət 0'dır. 1'ə D uyğun gəlir. Aha. Ən böyük qiymətdə nədir? 6'dır. Başqa nə var burada? A'ların sayı 7 dənədir. 4, 3, 7, bəli 7 dənədir. Y variantda uyğun gəldi. Keçirəm ikinciyə. Deməli, A 78 bölünsün 7 A 7. Deməli, hansı ədədlər nə deyir? Düzgün kəsirdir. Düzgün kəsir olmaq üçün bu 7 ilə başlayırsa bu mütləq nə olmalıdır? 6 olmalıdır. 6'nı ala bilər. 5'i, 4'ü, 3'ü, 2'ni, 1'i, 0'ı. Yenə də eyni qiymət oldu. Bir dəqiqə, 0'ı ala bilməz. 0 əvvəldə dura bilməz. Axı rəqəm kimi 0'ı ala bilmir. Onda nəyi ala bilir? Baxaq, 1'i ala bilirmi? Alır. Digərlərini alır. Deməli, neçədən qiymət oldu? 3, 6 dənə. Nə deyir bizdə? Ən kiçik qiyməti 1'dir. Onda bu uyğun gələcək də C. 2 oldu C. Aha, keçdim 3'ə. 3'də deyir ki, A54, 754. Nədir deyir? Düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirsə bu nədir? Böyüdür də 7'dən. 8, 9, 10 ola bilər. 8, 9, 10 ola bilər. Onda 3 dənə qiymət aldı. Ən kiçik qiymət oldu nə? 7 də ola bilər də uşaqlar. 754 də 754. Ən kiçik qiymət oldu nə? A uyğun gəldi 7. 3 dənə, 4 dənə qiymət aldı. A'ların cəmi 24'dür şərti heç birinə uyğun gəlmədi.
Baxaq. Deməli, A-ların cəmi bəlkə buradadır. 708, 15, 15 isə 9. Bir dəqiqə. 10'u alır. 10 necə alır? Bir rəqəmli ədəddir. 7, 8, 9 alır. 7, 8, 9 olanda 708, 15, 15 isə 9, 24. Deməli aldı 24. Bir də bura uyğun gəlirmiş. Aha. Aydındır. Keçdik 34'ə. 34'də nə deyir ki? Təxmini eynidir amma yazaq olsun. Yazaq 34'də. 34'də deyir ki, buradan da qeyd edəyək. Bir çox qıraqdan yazdım. Bir dəqiqə. 1, 2, 3. Keçdim. 0 tam 4'də A. 9'da A deməkdir. 9'da A plus 9'da B bölünsün. Bax bunu yazıram. Burada 10'da A üstə gəl 10'da B. Bərabərdir. Yuxarını sadələşdirirəm. 9 ortaq məxrəc A plus B. Aşağıda da 10 ortaq məxrəc A plus B. İndi bərabərdir. Burada A plus B'lər geçsək də bu bölmə nə deməkdir? Tərsinə çevirib vurma deməkdir. Aha, nə qaldı burada? 90 qaldı. Düz dedik? Yox, 90 nədir? 9'da 10 qaldı. 9 aşağıda, 10 yuxarıda. Planşetin sayısı qutarır deyə mənim fikrim yayınır. Deməli 9'da 10 qaldı. Y variantı uyğun gəldi. Sadələşdirdikdə 9'da 10 alınır. Düzgün kəsirdimi? Xeyr. Keçdi ikincisinə. İkincisini sadələşdirirəm. Burada 10'da A, üstə gəl 10'da B. Məxrəcdə 99'da AA. Ay, neylədim mən? 3 mərtəbə kəsir yazmışam. 99'da AA, 2 rəqəmli ədəddir, üstə gəl 99'da BB. Sadələşdirirəm bunu. 10'da A, üstə gəl B. Burada 99'da AA, üstə gəl B. Bunu atsam bu uşaqlar nədir? 11A, 10A üstə gəl A'dır. Bu deyilir 11A. Elə promoydan 11A yaza bilərəm də mən onda bunu. A üstə gəl 11B şəklində yaza bilərəm. Bu 10A üstə A şəklində deyilir də bərabərdir. Buradan yuxarıdan, daha doğrusu məxrəcdən A plus B bölü 10 qalsın yerində ki, çevirib bu birisini tərsinə çevirirəm. 99. 11'i çıxartıram mütərizə xaricinə qalır nə? A plus B. 11'dən 99'a qısa gedir, qaldı 9. Bərabərdir. A plus B bölün, vurulsun. Nə? 9 bölünsün A. 9 bölünsün A plus B. A plus B'lər getdi, qaldı 10'da 9. 10'da 9 hardadır? D variantında. D. Düzgün kəsirdi mi? Bəli. Düzgün kəsirdi deməli. B variantda bura uyğun gələcək. B variantda bura uyğun gəldi. Keçirdim. Üçüncünü sadələşdirirəm. Üçüncüdə 99'da AA. Üstə gəl 99. A tam 99'da AA. B tam 99'da B. Aşağıda da 9'da A. Üstə gəl 9'da B. Bərabər məxrəc ilə 9A üstə gəl B. Bu daha asandır. Keçirəm sürəti sadələşdirməyə. Bura 11A deməkdir. Deməli, A tam 99'da 11A. Üstə gəl B tam 99'da 11B. Bərabərdir. 99'dan 11 qısa getdi. Burada qaldı 9. 99'dan 11 qısa getdi. Burada qaldı 9. Onda oldu yuxarıda nə? A tam 9'da A. Üstə gəl. B tam 9'da B. Məxrəci hələ saxlayıram, yazmıram. Bunu sadələşdirək bərabərdir. Bunu mən düzgün olmayan kəsə çevirəndə nə edirəm? Bunu buna vurub üstünə bunu gəlmirəm. Məsələn 2 tam 3'də 1'i nətər çevirsən, 2'ni 3'ə vurub üstə 1 gəlmirsən. İndi o formada mən bunu nə edəcəm? A-nı 9'a vurdum, 9A üstə gəl A elədim 10'a. Onda 9'da 10'a üstə gəl. Bu da 9'da 10B. O da sadələşsə 9'da 10'u çıxartıram mütərizə xaricinə A plus B. Bir də bölünsün məxrəcdə bu var idi. Bölmə deyə mən bunu tərsinə çevirib vururam. 9 yuxarı qalxır, A plus B aşağı düşür. A plus B'lər gedir, 9'lar gedir. Nə alınır? 10 alınır. Deməli, sadələşdirdikdə 10 alındı. Düzgün cavab A variantı. Aha. Bu qədər. Bu da düzdür. Keçdik. Deməli, neçə? 35'ə. 35.
Deyir ki, n natural ədədinin 4n-13, 3n-2 kəsirini düzgün kəsrə çevirən qiymətlərinin cəmini tapın. Aha, düzgün kəsr olmaq üçün sürət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. 3n-2-dən. 3n bura keçsə, 4-dən 3n çıxanda n kiçikdir. 13-də keçib mənfi 2 üstə gələndə eləyir nə? 11. Deməli, 11-dən kiçik ədədlərdir. Mənə deyir ki, düzgün kəsrə çevirən qiymətlərin cəmini tapın. Onda nə edirəm? Cəmləyirəm. 1, 2, hansı ədədlərdir? 11-dən kiçik ədədlər. 5, 6, 7, 8, 9, 10. Bu ədədlərdir, düzdür. Baxaq, görək hamısı ödəyirmi? Bax, 1 qoysam yerinə, 4-ü 1-ə 4, 4-dən 13 çıxanda mənfi eləyir. 1 ödəmir onda. 2-ni qoyuram yerinə, 4-ü 2-yə 8, 8-dən 13 çıxanda mənfi alınır, ödəmir. 3-ü qoyuram yerinə, 4-ü 3-ə 12, 12-dən 13 çıxanda mənfi alınır, ödəmədi. Onda 4 ödəyir, 5 ödəyir, 6, 7, 8, 9, 10. Bunların cəmini tapacağım. 4 üstə 5, 9 üstə 6, 15, üstə 7, 22, 30, 39, 49. Deməli, düz hesabladıq deyə düşünürəm. Deməli, 36 bunun eynidir. Özünüz yazarsınız. Keçdik. Bir dənə qalıb burada. 37-nin 38 eynidir. Birini yazaq. 37-də deyir ki, A-nın neçə qiymətində 0, 2, 0, 2 A üstə gəl 0-dan A 3 ifadəsinin qiyməti düzgün kəsir olar. Gəlin bunları açıq sadələşdirək. Bu 90 olur. 90-da bütövündən çöldəkini çıxıram. 2A-dan 2-ni çıxıram. Üstə gəl. Bu da bütöv olur. 90-da A3-dən çıxıram nəyim? A-nı çöldəkini. Bərabərdir. Mən bunu bir ortaq məxrəcə gətirib yazsam. Ortaq məxrəc 90-dır da. 2 açıq 2 üstə gəl. A3 çıxılsın A. İndi bunları mən açsam 90. Bu necə yazılır? 2 vur 10 üstə gəl A yazılır da. O deyir 20. 20 üstə gəl A çıxılsın 2. Üstə gəl. Bu 10A üstə gəl 3'dür. 10A üstə gəl 3'dür. Bunun açılışını keçmişik artıq sizinlə. Bərabərdir A-ya. A-lar getdi. Burada qaldı 20 çıxılsın 2. Elədir 18. 18 üstə 3 21. 10A üstə gəl 21 yuxarıda qaldı. Məxrəclər 90'dır. İndi mənə deyir ki, A-nın neçə qiymətində düzgün kəsirdir. Düzgün kəsir olmaq üçün sürət məxrəcdən nə olmalıdır? Kiçik olmalıdır. Kiçikdir 90'dan. Onda 10A. Kiçikdir 90'dan 21 çıxdım. 69. A da kiçikdir. A tam 19. 6 tam 19'dan kiçik ədədlər nələrdir? 1, 2, 3, 4, 5, 6. Deməli, bu ədədlərdir. A-nın neçə qiymətində düzgün kəsirdir? Deməli, 7. 1, 2, 3, 4, 5, 6. 6'dır cavab. Cavab 7 çıxıb. Çünki nə yazmamışıq? Bura 0 yazmamışıq ona görə. Deməli, 6-9'dan kiçik tam ədədlər 7 dənədir. Oldu doğru cavabımız 7.